Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Şəmkirdə dəhşətli qətl hadisəsi ilə bağlı yeni təfərrüat üzə çıxıb. Rayonun Zəyəm, Cırdaxan kənd sakini 56 yaşlı Arif Nəbiyevin meyidi yaşadığı evdən 50-60 metr aralıda yerləşən dərədə aşkar edilib. Onun meyidi axtarışlardan 5 gün sonra yanvarın 26-sında kisəyə bükülmüş halda tapılıb. İlkin məlumata görə Arif Nəbiyev azyaşlı oğlu tərəfindən qətlə yetirilib. Mərhumun qardaşı Elbrus Nəbiyev hadisə ilə bağlı açıqlama verib. Hadisəni törədən öz oğludur. Atasını yatdığı yerdə baltalayıb, meyidini gətirib kanala atıb. Sonra isə Rusiyaya qaçıb. Özüm də Rusiyada yaşayıram. Hadisəni eşidib gəlmişəm. Faktla bağlı araşdırma aparılır.